Zubir Kopenhagenin adını eşidəndə ürəyi açıldı. Qarabağın növbəti Çempionlar Liqası oyunu öncəsi açıqlama. Qarabağ Çempionlar Liqasında növbəti oyuna hazırlaşır. Liqa mərhələsinin ilk turunda səfərdə Benficanı 3-2 hesabı ilə məğlub edən köhlən atlar bu dəfə Bakıda Kopenhageni qəbul edəcək. Danimarka çempionu ilk turda Leverkusen Bayeri ilə görüşdə 2-2 bərabərə qalmaqla gücünü ortaya qoydu. Odur ki, Qarabağın işi heç də asan olmayacaq. Əsas üstünlük təbii ki, doğma meydan və doğma azərkeşlərdir. Sport.info.net-də aza açıqlama verən Fransalı vinger Abdullah Zubir hər kəsin maraqla gözlədiyi oyunla bağlı danışıb, bizim üçün başlanğıc əla oldu. İnamlı qələbə ilə ilk qələbəmizi qazandıq, həm də səfərdə. Bu şəkildə davam etmək istəyirik. Hər oyuna qələbə əzmi ilə çıxacağıq. Nə qədər alınacaq, bunu zaman göstərəcək. Əsas olan daha çox çalışmaq və bu maçlardan zövq almaqdır. Çempionlar Liqasının əsas mərhələsi mənim üçün ilkdir. Bütün komanda yoldaşlarım kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışıram ki, Qarabağı layiqincə təmsil edim. Azərkeşlərimizi sevindirmək üçün meydanda lazım olan hər şeyi edəcəyik. Uğurlu davam edəcəyimizə inanıram. Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də çalınacaq. Sual: Qarabağ Kopenhageni məğlub edə biləcəkmi?